Əziz izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugün sizinlə pizzanın hazırlanma qaydasını paylaşacağım. Bu pizza resepti ilə biz 8 nəfərlik bir pizza alındıq. Reseptimizdə istifadə etdiyimiz ərzaqların miqdarına videomuzun məlumat bölməsindən baxıb əldə edə bilərsiniz. İndi isə keçid alaq pizzamızın hazırlanma qaydasına. İlk öncə pizzamızın xəmirini hazırlamaqla başlayacağıq. Bunun üçün biz qabımıza 3 stakan yarım un, 1 yumurta, 1 çay qaşığı şəkər tozu əlavə etmişik. Üzərinə yarım stakan 200 mg stakanla bir duru yağ əlavə edirik. 1 çay qaşığı droş səpirik və 1 çay qaşığı da duz əlavə edib qarışdırırıq ilk öncə. Sonra xəmirimizi yoğurmaq üçün yarım stakan ilıq sudan istifadə edirik. Suyun miqdarı dəyişə bilər. Və budur, biz artıq xəmirimizi yaxşıca yoğurduq. Xəmirimizi belə alınır, yumuşaq, ələ yapışmayan yumuşaq bir xəmir əldə edirik. Xəmirimizi salafana qoyub yarım saat dincəlməyə qoyuruq. İndi isə pizzamızın sosunu hazırlayırıq. Bunun üçün evdə hazırladığımız acikadan 3 xörək qaşığı qabımıza əlavə edirik. 3 xörək qaşığı da mayonez əlavə edib qarışdırırıq. Sonra isə 1 xörək qaşığından artıq duru yağ əlavə edib qarışdırıb hazır qoyuruq bir kənara. 200 qramlıq Holland pendirimizi sürtkəcdən keçiririk. Pizzamızın üzəri üçün 3 orta boy duzlu xiyarı nazik-nazik doğramışıq. 3 pomidoru halqa şəklində doğramışıq. 200 qram toyuğun filesini hazır etmişik. 2 biberimizi nazik-nazik doğrayıb hazır saxlamışıq. Budur, xəmirimiz artıq dincəlib. Listimiz 38 santimetrlikdir. Yaxşı yağlayırıq. Sonra isə xəmirimizi əlimizlə listimizin içərisinə yayırıq. Və sosumuzu xəmirimizin üzərinə çəkirik. Hazırladığımız sosun hamısını istifadə edirik. Sonra ərzaqlarımızı bir-bir pizzamızın üzərinə düzürük. Biz evdə hazırladığımız soyuducumuzda olan qırmızı və sarı biberdən əlavə etdik. Çox az miqdarda. Pizzamızı nəli eləmək istəyirsinizsə o zövqə görədir təbii ki. Və bunu hazırlayarkən biz sobamızı 180 dərəcədə altı üst isitməyə qoymuşuq. Pomidoru da düzdükdən sonra listimizi sobamıza qoyacağıq. Bişdikdən sonra sona yaxın biz qalan pendirimizi əlavə edəcəyik üzərinə. Və demək olar ki, pizzamız bişib. İndi isə qalan pendirimizi əlavə edirik üzərinə. %160 dərəcədə 30 dəqiqə bişiririk. Və budur, artıq pizzamız hazırdır. Görünüşündə də göründüyü kimi
çox ləzzətli və çox dadlı bir pizza alınıb. Hazırlamanızı tövsiyə edirəm. Və dediyim kimi, bu pizzamızdan ən azı 8 nəfərlik olur. 38 santimetrlik soba listimizdə hazırlamışıq. Siz ölçüləri azaldıb hazırlaya bilərsiniz. Videomuzu bəyəndinizsə like etməyi, paylaşmağı unutmayın. Növbəti videolarımızda görüşmək diləyilə. Hələlik!